Diqqət! Qurum əhali arasında yayılan virusla bağlı müraciət elədi. Report xəbər verir ki, Səhiyyə Nazirliyinin mövsümi xəstəliklərlə bağlı etdiyi müraciətdə qeyd olunub ki, hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları, adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşahidə olunur. Risk qrupuna daxil olan şəxslər, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər. Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əks epidemik tədbirlərin gücləndirilməsi məqsədi ilə qrip əleyhinə Sanofi Pasteur şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib. Qeyd eləyək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator, poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.